Salam əziz şagirdlər və valideynlər. Bugün sizinlə birlikdə 6-cı sinif Azərbaycan dili 2-ci hissə iş dəftəri səhifə 44-dən işləyək. Gələcəyin nəqliyyatı dərslik səhifə 68-71. Çalışma adı deyir ki, Elon Musk uğurun sirləri mətnin məzmununa aid suallar yazın. Gəlin bir neçə dənə sual yazaq. Deməli uşaqlar, mən burada bir neçə 5 dənə sual yazdım. Siz artıq mətni oxuyanda özünüz istədiyiniz sualları tərtib edə bilərsiniz. Birinci sualda dedim ki, SpaceX şirkəti neçənci ildə təsis edildi? İkinci sualımız Tesla avtomobilində ilk vaxtlar hansı problem var idi? Üçüncü sualımız Falcon raketi neçənci sınaqda uğurlu oldu? Dördüncü sualımız SpaceX şirkətinin əsas planı nə idi? Beşinci sualımız Tesla şirkəti neçənci ildə yaradıldı? İndi isə keçəyin çalışma B-yə. Çalışma B-də deyir ki, mətnə istinad etməklə Elon Musk haqqında verilmiş fikirləri əsaslandırın. Müasir dövrün ən məşhur ixtiraçısındandır, uğurlu biznesmendir, əzmli və cəsarətlidir. Gəlin bunu da belə yazaq. Uşaqlar, burada da belə yazdım ki, müasir dövrün ən məşhur ixtiraçılarındandır. Əsaslandırmamız da odur ki, o kosmik gəmiləri, elektrikli və avtopilotlu avtomobilləri və insanın intellektual imkanlarını artıran beyin çipləri kimi yenilikçi texnologiyalar icad etmişdir. Uğurlu biznesmendir. Əsaslandırmamız da odur ki, Elon Musk dünyanın ən zəngin insanıdır. O, SpaceX, Tesla və OpenAI kimi nəhəng və gəlirli şirkətlər qurub onları dünya liderinə çevirmişdir. Əzmli və cəsarətlidir. Əsaslandırmamız odur ki, SpaceX raketləri mətndə də oxuduğumuz kimi 3 dəfə ardıcılı partlasa da o ruhdan düşmür və 4-cü sınağı keçirir. Müflis olmaq riskinə baxmayaraq uğur qazanır. İndi isə keçək növbəti 45-ci səhifəyə. 45-ci səhifədə isə gələcəyin nəqliyyatı dərslik səhifə 71. Çalışma adı deyir ki, mətndən çıxış edərək Musk'ın layihələri haqqında məlumat vərəqini tamamla. Gəlin tamamlayaq. Deməli uşaqlar, burada çalışdım biraz, necə deyim, qısa formada yazım, amma yenə də qarma-qarışıqlıq oldu. Deməli, kosmik turizm və Marsda yaşayış məntəqələri, bunu yazdım. Marsda məskunlaşma və SpaceX ilə planetlər arası səyahət. Starlink'ə yazdım ki, orbitə buraxılan peyişlərlə dünyanı sürətli internetlə təmin etmək. Ondan sonra Hyperloop'a yazdım ki, vakuumlu borularda təyyarədən sürətli hərəkət edən nəqliyyat. Avtopilot proqramı Tesla maşınlarının sürət və istiqaməti özünün tənzimləməsi. N1 beyin tipi insan beynini süni intellektlə birləşdirən Neuralink layihəsi. Layihələrin ortaq cəhəti texnoloji tərəqqi və bəşəriyyətin gələcəyini asanlaşdırmaq. Deməli uşaqlar, çalışma belə deyir ki, kriptoqramı həll et və Elon Musk'a aid aforizmi tap. Mən bunu yazdım. Deməli, rənglərlə fiqurları birləşdirməliyik, sözlərimizi tapılamalıyıq. Mən tapdım, dünyanı dəyişmək istəyirsənsə özündən başla. Bugünlük bu qədər. Zəhmət olmasa bəyəndirsə bəyənin, şərh yazın, abunə deyilsinizsə abunə olun belə videoların davamı üçün. Hələlik.